Prişol və priехал sözlərin arasında fərqi artıq bilirsiniz. Əgər bilmirsinizsə bunu şərtdə soruşun və mən növbəti videolarda bunu bir daha detallı şəkildə izah edəcəm. İndi isə gəlin baxaq prilitel sözü nə vaxt istifadə olunur. Adətən kimsə bizə təyyarə ilə gəlirsə, o zaman biz prilitel sözünü istifadə edirik. Misal üçün, мой дядя прилетел к нам из Казахстана. Bura yalnızca prilitel sözü uyğundur, çünki Qazaxstandan bura təyyarə ilə gəlib. Prişol sözünü qətiyyən istifadə edə bilmərsiniz, çünki sanki o piyada gəlib bura, bu da mümkün deyil. Priехал hardasa istifadə edə bilərsiniz ümumi mənada, amma lap düzgün cümləni qurmaq istəyirsinizsə, prilitel sözünü istifadə etməlisiniz. Belə bir situasiyalarda kimsə təyyarə ilə, yəni uçaraq gəlirsə, sizin ölkənizə qonaq gəlir sizə, o zaman prilitel qadın üçün prilitela sözünü istifadə edəcəksiniz. İndi siz bu cümləni rusca qurun və şərhdə öz cavabınızı yazın.